Deməli, Bakıxanov Azadlıq Mərkəzini seçməyə üçün bir sürü səbəb var. O səbəblərdən biri də imtahana, blokada, buraxılışa da son bir ay qalmış Bakıxanov Azadlıq Mərkəzi təkrar sınaqları keçirir hər həftə bazar günü və siz artıq imtahana gedəndə tam hazır olursunuz. Çünki ondan əvvəlki həftələr hər gün siz hər həftə sonu siz sınaq imtahanına girmisiniz. İndi mən bugün onlardan birində nəzarətdə idim. Uşaqlara da dedim ki, onun həllərini paylaşacağım, riyaziyyatının baxarsınız, ona görə baxaq. Birinci sualın üzərində çox durmayacağım, 0 verir. Burada həqiqi hissə görmürük, sadəcə kompleks hissə var, ona görə cavabımız Y bəndi olur. Y bəndi. Davam edirəm. Aşağıdakılardan hansı cüt ədəddir? Təki təkə vuranda tək eləyir, 1 vurulsun 1. 1-dir. Tək-təkə vuranda tək eləyir, üstə gəl, tək, üstə gəl, tək. 1 üstə gəl, 1 üstə gəl, 1. Yəni, burada nə olduğundan asılı olmayaraq tək ədəd çıxdığına görə 1 kimi də baxa bilərəm, 3 verir. Yəni, tək üstə gəl, tək üstə gəl, tək bizə yenə tək verir. Ona görə 1 götürmürük, davam edirəm. Burada baxsaq, tək vurulsun, cütdür, tək vurulsun, cüt. 1 vurulsun, 1 verir. Onu məsələn 2-yə vursaq, bir cüt ədədə vursaq, cüt ədəd verəcək, 2-ni verəcək, bərabər cütə, ona görə 2-ni götürürük. Bura baxsaq, baxıb görən bura təkdir, bura tək vurulsun, təkdir. Tək vurulsun, təkdirsə bizə tək verir. Yəni, tək üstə gəl, tək də bizə cütü verir, çünki 1 üstə gəl, 1 bərabərdir 2. Bu şəkildə baxırıq, 1-in üzərindən baxırıq, yəni 3 də götürürük, 3-ünü. Bura baxsaq, cütə vuranda cüt verir, 2 vurulsun, 2 bərabərdir 4, ondan biri çıxanda 3 verir, cütə vurub 1 çıxan, cütə vurub tək çıxanda, yəni bizə tək ədəd vermək məcburiyyətindədir, ona görə bunu da götürmürük, bu variant qalır. Burada tək vurulsun, cütdür, 2-ni 1-ə vuranda 2 verir, yəni cüt ədəd verir, 5-i də götürürük. Sonra cavab olur C bəndə, davam edirik. Həllər çoxluğu aşağıdakılardan hansıdır? Gəlin, kökləri tapmaq üçün diskriminantı tapaq. Diskriminant bərabərdir B-nin kvadratı çıxılsın 4AC. B-nin kvadratı çıxılsın 4AC isə yerinə qoyaq. Diskriminant bərabər olsun. B-nin kvadratı mənfi 3-ün kvadratı 9 çıxılsın 4 vurulsun 4. Vurulsun 1 var, A-mız 1-dir, 1 yazmıram, çıxıram mənfi 7. Mənfi 7 imiş, deməli bunun həqiqi kökləri yoxdur. Həqiqi kökləri yoxdursa, bizim bu kvadrat tənliyimizin, deməli bizim funksiyamız üçün də bu hər zaman bu funksiyanın qiyməti müsbətdir. Belə deyək, əgər A böyükdürsə 0-dan və B A böyükdürsə 0-dan və diskriminant kiçikdirsə 0-dan, kvadrat tənliyi ax kvadrat üstə gəl bx üstə gəl c şəklində verilmiş kvadrat tənliyi hər zaman 0-dan böyükdür. Hər zaman 0-dan böyükdür. Qrafikdə də göstərişini tez bir şəkildə göstərim. Baxın, məsəl üçün belə bir qrafik olsa, qrafikdə 4 nöqtəsini yox, kəsmir, deməli y 4 nöqtəsində kəsəcək. Y4 nöqtəsində kəsməsi S-nin 4 olmasına görədir və heç vaxt X oxunu kəsmir deyə kökləri qiyməti hər zaman 0-dan böyük olur. Yəni D bəndi doğrudur. Dostumuz düz yazıb. Davam edək. Bu da çox çətin bir sual deyil. Əgər bura baxası olsaq, bura 14-dür, buranı 60 veribdir, bura 14-dür, 14-dür, bura köçürübdür, bura 60-dır, bura 90-dır, bura 30 dərəcə qalır, 30-un qarşısı bizim 90-ın qarşısının yarısına bərabərdir, 30, 60, 90 üçbucağını hamımız bilirik, 7 santim, 7 ilə də 3 toplayanda 10 verir, elə buna bərabərdir, paraleloqram idi. 11-ci əhəddə 27, 15-ci əhəddə 61 olan ədədi silsilənin fərqini tapın. A11 bərabərdir 27, A15 bərabərdir, yaşıldan dəyişək, yaşıl oxunmur, bərabərdir 61,
A15 çıxılsın A11 bərabərdir neçəyə? 34-ə bərabərdir. 15 çıxılsın 11-dən 4, yəni aralarında 4, yəni A11 üstünə gəlsin 4D bərabərdir 61-ə. Buradan 4D-nin 34 olduğunu deyə bilirəm. D-ni də tapıram. 34 bölünsün 4-dən 17 böl 2. Üzərinə durulacaq bir sual olduğunu düşünmürəm. Davam edək. Cavab B bəndi idi. Dostumuz düz yazıb. Hələ ki səhvi yoxdur gördüyüm qədərilə. Parabolasının təpə nöqtəsi o oxu üzərində olarsa M-i tapın. Parabolanın təpə nöqtəsi OX oxu üzərindədirsə, qrafikdə göstərək, əzbərçilik olmasın. Əgər OX oxu üzərindədirsə, gördüyümüz kimi X-lə sadəcə bir kəsişmə nöqtəsi var. Yəni, bizim bu parabolamızın, kvadrat tənliyimizin sadəcə bir həqiqi həlli olduğuna görə nə deyə bilirik? Diskriminant sıfıra bərabər olanda sadəcə bir həqiqi həlli olurdu da, elə deyil. Ona görə B-nin kvadratı 16 çıxılsın 4AC 4 vurulsun A2 vurulsun M bərabər 0 deyirəm. Buradan M-i bərabər edirəm 2-yə. Belə. Paralel köçürmədə nöqtəsinə keçirsə, yenə rahat bir sualdır. Əsas çətin suallar sona doğru başlayır. Baxıram ki, -1-in üzərinə 5 gəlib 4 alıblar. 3-dən də 2-ni çıxıb 1-i alıblar. Qısaca belə bir yol deyə bilirəm buna. -2-nin üzərinə 5 gələcəm məndə. -2 üzərinə 5 bərabərdir 3. 5-in üzərinə 5-dən 2-ni çıxacam. 3 nöqtəsi dostumuz da beynində hesablayıb, yəni üzərində duyulacaq sual deyil. Bu, biraz, məsələn, imtahanda sizi çətinliyə sala biləcək bir sualdır. Bunu da müxtəsər vurma ilə açarım. Sinus 24 çıxılsın sinus 6. Sinus 24 üstəgəl sinus 6 şəklində yazası olsam, bu mənə nə verər? Deməli, gəlin bunları cəmi hasilə çevirmə düsturu ilə yazaq. Bu fərqdir. Fərqi hasilə çevirəndə nə olur? 2 sinus 24 çıxılsın 6 bölünsün 2 kosinus 24 üstəgəl 6 bölünsün 2. Bu cəmdir. Cəmi hasilə çevirmə düsturu necə olur? 2 sinus, bu dəfə toplamadır, çünki orada cəmdir. 24 üstəgəl 6 bölünsün 2 vurulsun kosinus 24 çıxılsın 6 bölünsün 2 şəklində olur. Sadələşdirmələr aparaq. Deməli, 2 sinus bura verir 9, kosinus 15, 2 sinus 15, kosinus 9. İndi bununla da bunu bir qruplaşdırıb sinusun 2 qat arqument düsturu ilə yazası olsam 2 sinus 9 kosinus 9 vurulsun 2 sinus 15 kosinus 15. Bu bizə verir sinus 18 vurulsun sinus, bu da sinus 30'un açılışı olduğuna görə sinus 30. Sinus 30 2-də 1'dir, 2-də 1 sinus
18, sinus 18'i də A verdiyinə görə 2-də 1 A. Cavabımız B bəndi. Dostumuz məncə düsturu unudub. Trigonometriyanın düsturları unudulur. Onları yaxşı-yaxşı əzbərləyin. Aha, bizə bir dənə düzbucaqlı koordinat sisteminin deyir, birinci rübündə yerləşən sizə bir vektor vermişəm. Deyir, 30 dərəcəlik bucaq əmələ getirir. Deyir, vahid vektordur. Deyir, 30 dərəcə. 30 dərəcədirsə, bura 1-dirsə, qarşısı 2-də 1 olarmı? Olar. Bura 60 qalır. Qarşısı kök 3 bölü 2 olarmı? Olar. Bura Y nöqtəsidir, yəni 2-də 1 bura düşür. X-i buradan kök 3 bölü 2 olduğuna görə kök 3 bölü 2. Cavab A bəndə. Bucaq əmsalını tapın. Bucaq əmsalını tapmaq üçün unutmuruq. Y-imiz qarşısında əmsal olmamalıdır. Y-imizin qarşısında. 2y bərabərdir. 3x-i bu yana keçirdən 3x çıxılsın 2. 2-yə böləndə y bərabərdir. 1/5 çıxılsın 1. 1/5x çıxılsın 1. Cavab C bəndə. Davam edirik. Bu maraqlı sualdır. Sayıla bilər deyə düşünürəm. Deməli, Z kompleks ədədinin yazılışı A plus BI şəklində olur. Z-in qoşması nə olur? Bu, üzərindəki xət qoşma deməkdir. Bilməyən varsa A çıxılsın BI şəklində olur. Gəlin, indi baxaq. A çıxılsın BI-dən bizə deyir ki, çıxıblar A, çıxıblar BI. Yəni, bunu çıxıblar. Sonra üstünə gəliblər Z vurulsun qoşması. Bu, fikir versin, müxtəsər vurmadır. Ayrıca yazınma, məncə yazmayın, anlayarsınız. Müxtəsər vurmadır bu işin hasili. A-nın kvadratı çıxılsın B-nin kvadratı I-nin kvadratı şəklində olur. Sadələşdirmələr A-lar gedər. -2 bərabər işarəsi qoyaq. BI qalar. Üstə gəlsin A-nın kvadratı. I-nin kvadratı -1-dir. Bir dənə də mənfi burada var. -1, bir dənə də mənfi burada var. Mənfi müsbət edir. Üstə gəl B-nin kvadratı olur. Aşağıdakilərdən hansıdır deyir. Baxaq indi. Bizə bunun 13 çıxılsın 4y bərabər olduğunu verib bizə. Kompleks hissənin qarşısında xəyali hissənin əmsalını bizə 4 veribdir. Burada xəyali hissənin əmsalı -2b-dir. -2b-ni 4-ə bərabər eləyib B-ni -4-dür. -4-ə bərabər eləyib B-ni 2 tapa bilərəm. B-ni 2 tapandan sonra həqiqi hissə ayrım buranı. A-nın kvadratı üstə B-nin kvadratı bərabərdir 13-ə. B-mizi bilirik artıq. B-nin kvadratı 2-nin kvadratı 4 üstə A-nın kvadratı bərabərdir 13-ə. A-nın kvadratı bərabərdir 9-a. A bərabərdir plus minus 3-ə. Plus minus 3-ə bərabər olandan sonra bunu variantlardan baxmadan tapa bilmirik. Çünki plus minus 3-dür. Ona görə cavabımız C bəndi qalır. B-ni 2 tapmışdıq. B-ni 2 tapmışdıq. C-ndəki plus minus 3 tapmışdıq. Burada minusdan olanını veribdir. Davam edək. Bu sualın üzərində çox düşünüb. Biz qıraqda çəkək. Düzbucaqlı, üçbucaq. Bərabər yanında düzbucaqlı, üçbucaq olduğunu deyir. Bura 45 dedim. Bura 45, bura 45. Və buradan bir 90 dərəcə çəkilib. Buranı yarı-yarı bölür. AD parçasının uzunluğunu. Buranı 3 kök 2 verib. Bura 45 qalır. Bura 3 kök 2-dirsə, bura 3 kök 2-dirsə, düzbucaqlı, üçbucaq. Bu kiçik düzbucaqlı, üçbucağımızda 90-ın qarşısı kök 2 misli olacaq katetin qarşısının. Yəni 6 bura düşür. Ora 6-dırsa, burada 6-dır. Yarı bölünmüşdür. Bura 12-dir. 12, 12 hipotenuzumuz neçə olar? 12 kök 2 olar. Ümumi hipotenuzumuz 12 kök 2 olar. Bura 3 kök 2-dir. Bizdən AD
uzunluğunu soruşur. 3 kök 2-ni ondan çıxacam. Cavabımız verəcək 9 kök 2 A bəndi. Davam edirəm. Qiymətini hesablayın. Rahat sualdır əslində. Kökün altında 4-cü dərəcədən 2 çıxılsın. Kök 3 vurulsun. 4-cü dərəcəyə gətirəkmi bunu da? 4-cü dərəcədən kökün 6 üstəyə kök 2 kvadratı şəklində yazaq. Davam eləyək. Kökün altında 4-cü dərəcədən 2 çıxılsın. Kök 3 bərabərdir. Müxtəsər vurulsun. Müxtəsər vurmamızı açsaq 4-cü dərəcədən. Kök 6-nın kvadratı 6. İkisinin hasilinin 2 misli. Üstəyə 2 kökün altında 12. Üstəgəl kök 2-nin də kvadratı 2. 2 bərabər olsun. Kökün altında 4-cü dərəcədən 2 çıxılsın. Kök 3 vurulsun. Kökün altında 4-cü dərəcədən 8 üstəgəl 2. 2 kök 12. 2 kök 12. 2 kökün altında 4 vurulsun. 3. O da bərabərdir. 4-ü mötərizədən xərcdən 4 kök 3. Yəni 2 kök 12-ni 4 kök 3 yazacağım bura. 4 kök 3 yazandan sonra 4-ü mötərizədən xərcdən çıxaraq kökün altında 4-cü dərəcədən 2 çıxılsın. Kök 3 vurulsun. 4-ü mötərizədən xərcdən çıxarsaq və vursaq. Bir kökün altından salmaq vaxtı gəlib çatdı məncə. 4-ü mötərizədən xərcdən çıxardıb buradan da 8-i 4-ə 2, 4-ü 4-ə 1 üstəlik kök 3 yazandan sonra bunların müxtəsər vurma verəcəyini görürəm. Müxtəsər vurma verəcəyinə görə kökün altında 4-cü dərəcədən 4 vurulsun. 2-nin kvadratı 4, 3-ün kvadratı 3, kök 3-ün kvadratı 3. O da bərabər eləyir kökün altında 4-cü dərəcədən bura 1 verilir 4. O da bərabər eləyir kökün altında 4-ün 2-ci dərəcədən 2. 4-ü 2 üstü 2 kimi yaza bilərəm burada. 2 üstü 2 kimi o 2 üstü 2 çıxar. Yəni kök 2 verir cavabımız A bəndi. Dostumuz desən cavabı tapmayıb qoşmasına vurub bölməyə mi? Yoxlayıb anlamadım. Davam edək. Deməli, cəmi 99-a bərabər olan 2 ədəddən birinin 60% digərinin yarısına bərabərsə, bu ədədlərin fərqinin modulunu tapın. Birinci ədədə x-dir, ikinci ədədə y-dir. X-in 60% 0.6x-ə bərabərdir. Digərindəki yarısı y-in yarısı 0.5 y-ə bərabər olur təbii olaraq. Hər tərəfi 10-a vurub 6x-i 5 y-ə bərabər taparam. 6x-i 5 y-ə tapandan sonra hər tərəfi 5-ə bölüb y taparam. 1.2 x-ə bərabər. Mənə deyək ki, x üstə yazılsın y bərabər 99-a. X üstə yazılsın y 99-a bərabərsə 1.2 x üstə yazılsın x bərabər 99-a. Nəyi soruşur? Fərqinin modulunu soruşur. Y çıxılsın x tapsaq, artıq anladım ki, y böyükdür də, elə deyil. 1.2 x çıxılsın x bərabərdir 0.2 x-ə. 2.2 buradan toplayanda 1.2 üstə gəlib x bərabərdir 2.2 x bərabərdir 99-a. 99-a bərabər olandan sonra hər tərəfi mən bölməyək, gəlin 0.2 x-i promoy tənasüblə tapaq. Əgər buna bərabərdirsə, fikir verin, bu bundan 11 dəfə çoxdur. Yəni 2.2-ni 11-ə böləndə 0.2 alaramsa, 99-u da 11-ə bölərəm. 0.2 bərabər olar 9-a. Anlaşılmayan məqam olsa dediyim kimi, yəni soruşa bilərsiniz. 9, davam eləyək. İfadəsinin qiymətini tapın, ifadəsinin qiymətini tapaq. Deməli, 1-də 0.3-ü 9-dan 3 şəklində, dövrdə 3-ü 9-dan 3 şəklində yazaq. 3-dən 1 verəcək, üstə yazılsın 2, dövrdə 9 1-dir, 2 üstə yazılsın 1 bərabərdir 3 verəcək. Gəlin birinci məxrəci ayrıca hesablayaq, sonra surəti hesablayarıq. 1 bölünsün 3-dən 1 üstə yazılsın 3, o da bərabərdir. Bura 3 verəcək, 3-də 1 tərsinə çevrilir, 6, məxrəcimizə 6 tapdım. Davam edək, surəti 6 tapdım, məxrəci ayrıca tapaq. Məxrəci də tapsaq 2 tam
29 çıxılsın 2 bölünsün 90 deyilmi qaydamız? Bərabər olar 2 tam 90-da 27-yə 90-da 27-yə bərabərsə hər tərəfi 9-a bölüb 10-dan 3 alınma alın bərabərdir 2 tam 10-dan 3. 2 tam 10-da 3-dən də nə edir? 0-da 3-ü çıxmışam. Ondan da yəni 0-da 3-ü çıxaq. Bərabər olsun 2-yə. Surətim 6 idi. Məxrəcim 2 3. Cavabımız 3. Davam edirəm. Avtomobil müəyyən məsafəni 10 saata gedir. Əgər avtomobil sürəti 10 km/s artırılsaydı, həmin məsafəni 1 saat daha tez gedəcəkdi. Gəlin məsafəyə bir dənə S deyək. Sürətimiz V olsun. Sürətə V deyək. S bərabərdir. 1 saatdakı sürətimiz V olsun 10V-yə. Həmin məsafəni deyir 1 saat daha tez gedəcək idi. Yəni 9 saata gedəcəkdir. S bu dəfə nəyə bərabər olacaq? 9 saata gedəcəksə V üstünə gəlsin deyir 10 olsa sürəti 10 artırsam 9 saata gedər. Amma məsafə eyni məsafədir. Yəni 9 buranı vurub açıb yazacağam. 9V üstə gəlsin 90 bərabərdirsə 10V-yə. 9V-ni bu tərəfə keçirəndə V-ni bərabər tapıram 90-a. Cavab 90. Davam eləyək. Trapesiya, düzbucaqlı trapesiya varmı burada? Yoxdur. Əllə çəkərik. 1, 2, 3, 4. 1, 2. Gözəl. Nədir? Trapesiyasında deyir ABCD-yi kvadratdır. Oradan baxın, buradan kvadratdır, yəni kvadratdır. Kvadratın perimetrini 24 veribdirsə, kvadratın 4 tərəfi var, 4 də bir-birinə bərabərdir. Yəni bir tərəfə 6 düşəcək, 6, 6, 6, 6, 6. Sonra bizə deyir kvadratdır. Kvadratdırsa, kvadratın diaqonalı onun bölənidir. Yəni buralar 90 dərəcədir. Onsuz da kvadratdır. 45, 45 bölür. Bura 45, 45-dirsə, buranı zaten hündürlük verib mənə. Burada 45 deyəcəm. 45 deyəndən sonra 45, 45. Hipotenuzumuz 6/2. Deməli, yan tərəflər deyirdi bərabərdir. Mən məsələn sizə tam oxumuram. Özünüz oxuyun. AC bərabər CD deyir. AC CD-yə bərabərdir deyir. 6/2. Tapıram. Çünki bərabər demişdi. Trapesiyanın sahəsini deyir tapın. Trapesiyanın sahəsini tapmaq lazımdırsa, bərabər yanlıdır demişdi. Bura 45-dirsə, burada 45-dir. Bu bucaqda 45-dir. Bura 90, burada 45-dir. Burada 45-dirsə, 6/2 nəysə də buradan 6 çıxır da. Bu yan tərəf, bu yan tərəfə bərabərdir. 6, 6. Deməli, oturacağım biri 6, o birisi 12, hündürlüyüm də 6. 6 üstə gəlsin 12 bölünsün 2 vurulsun 6, o da bərabərdir 18 bölü 2, 9 vur 2, 54. Deməli, sıradan bir trigonometrik tənlik verib, onu işləyəcək. 2 sinus 4x üstə 1 bərabər 0, 2 sinus 4x bərabər -1, sinus 4x bərabər -2-dən 1, 4x bərabərdir -1 üstü k, arc sinus -2-dən 1 üstə gəlsin pika. Sonra mənfini qarşıya keçirdə bilərik. 4x bərabərdir -1 üstü k, -1 üstü k. İndi bu sinus tək funksiya olduğuna görə bu -2-də 1-dəki mənfini qarşıya keçirdə bilərəm. Yəni vurulsun -1 arc sinus 2-dən 1 üstə gəlib k şəklində yaza bilərəm. Bu -1 üstü k-nı da -1-ə vuranda artıq məsəl üçün də 2 üstü 5-i 2-yə vuranda nə alırsınız? 2 üstü 6 almırsınız. -1 üstü k-nı da -1-ə vuranda -1 üstü
K plus 1 alacaqsınız. İndi o boyda tənini təzdən köçürməyim deyə burada silib promoyu yazdım. Yəni davam edirəm. Hər tərəfi yeni qoyub 4-ə bölməklə x bərabər olacaq. Mənfi 1-in üstü K plus 1. Arcsinus 2-də 1-i neçədə alır? Pi bölünsün 6-da. Pi bölünsün 6-da, onu da 4-ə böləndə, pi bölünsün 6, pi bölünsün 4-ə böləndə nə verir uşaqlar? 24 verir. Üstə yazsın, pi k-nı da 4-ə bölürəm. Pi k böl 4. Sonra gəlin bir eləyək. Bunlar dərəcə ilə yazaq. Çünki mən elə başım qarışır. K plus 1 180-də 24-ə böləndə 12-yə böləndə 15 verdiyini bilirəm. 7/5 180-də 24-ə böldüm 7/5 180-də 4-ə böləndə 45 5k. Sonra bir dəfə mənfi 1 verək. Görə hələ bir mənfi də qiymət alırmı? Almalıdır əslində. Mənfi 1 0 1 tamam. Mənfi 1 verək bir dəfə x. K bərabərdir mənfi 1 x bərabər olacaq. Mənfi 1 buraya yazsaq üstə yansın 1. Bunun üzərində 0 düşür. 1 verir bura. 7/5 üstə yansın 45. Bunun 52 yarım verir. 52 yarım verir. Daxildə həmin aralığa. K bərabər 0 yazsan. Mənfi 1 0 yazsam deməli 0 yazsam mənfi 1 üstü 1 mənfi 1 mənfi 7/5 burada 0 yazsan 0 x bərabər olur mənfi 7/5'ə daxildirmi? Bəli daxildir mənfi pi böl 2 verib. K bərabərdir 1 qoysan mənfi 1'in üstü 2 1 1 7/5 45/5 bəli x bərabər olur mənfi 1'in üstü 2 bu 1 vurulsun 7/5 üstə gəlsin 1'i də qoyanda 45 yenə 52/5 7/5 üstə gəlsin 45 bərabər də 52/5 verir 1 2 3 dənə həll tapmışam K bərabərdir 2 desəm mənfi 1 90 x bərabər olur 2 desəm üstə gəl 1 üstündə 3 mənfi 1 verəcək mənfi 1'in üstü 3 mənfi 7/5 üstə gəlsin 2'ni bura qoyanda 90 neçə verir 82 yarım bir dənə də K'nın bərabər 3 qiymətini qoyaq K'nın bərabər 3 qiymətini qoyanda x bərabər olsun 1 7/5 artıq keçir K'nın bərabər 3 qiymətini qoyanda verir mənə 7/5 üstə gəlsin 135 neçə verir bu 142 yarım 142 yarım daxil deyil burada mənfi 2 verməyi unutdum mənfi 2 də verəcəm ona K bərabər mənfi 2 də verib əmin olaq ki artıq ondan oyunu almayacaq K bərabər mənfi 2 versən mənfi 1'in üstü mənfi 1 mənfi 1'in üstü mənfi 1 mənfi 1 də 1 deməkdir mənfi 1 verir mənfi 1 burada mənfi 2'ni qoyanda mənfi 90 x bərabər olacaq mənfi 7/5 çıxılsın mənfi 90 olacaq çünki mənfi 2 verirəm bura mənfi 90 verir o da verməlidir neçə verir 97 yarım mənfi 97 yarım bunu da almır deməli 4 dənə varmış ondan olan qiymətlər onsuz almayacaq var K'nın mənfi 1 K'nın 0 K'nın 1 K'nın 2 qiymətlərini alır 4 dənə İnşallah səhv eləməmişəmdir biraz sualda baş qarışdırıcı diqqət səhv eləyə biləcəyim sualdır deməli burada bizə veribdir cəmini verib
fərqini verib, olan hasilini verib, A vektorunun koordinatlarını tapın. Bu sual bir şey yox idi burada. Niyə uşaqlar tapa bilmədi? Mənə çatmadı. A plus B-nin x-ini bilirsən, A çıxılsın B-nin də x-ini bilirsən. 3 vurulsun 5, üstə gəlsin. Bunun y-ini bilirsən, bunun da y-ini bilirsən. 2 vurulsun k. Bərabərdir. Hasili deyil onların 31-ə. K-nı buradan tap 8. K-nı 8 tapandan sonra A vektoru üstə gəl B vektoru. Yəni x1, x2, x1 A-nınkilərə deyək, x2 B-ninkilərə deyək. Y1, Y2 5-2 çox səliqəli insanım. A çıxılsın B. x1 çıxılsın x2. Y1 çıxılsın Y2. Bunlar da vektor işarəsi qoymalıyam. Bərabərdir. 3, 8, belə. İndi x1, x2-ni bilirsən, y1, y2-ni bilirsən. Buradan tapa bilərsən. x1 üstəyə x2 bərabərdir 5. x1 çıxılsın x2 bərabərdir 3. Sistem tənli işləyərsiniz də. Oradan mən beynimdə işləyim bir dənə. Topladın, böldün. x1 bərabərdir 4. Bərabərdir. Y-in biri 2. Y1, Y2 bərabərdir 8. Sistem tənlik y1 bərabər topladın 2-yə böldün 5. Deməli, A vektorunun koordinatlarını yazmalısınız ki, A vektoru bərabər, vektor işarəsi unutmayın, bərabərdir 4, 5. Belə. 4, 5-dir, silin bir dənə təmizlənsin, yazmağa yerimiz qalsın. Tənlik sistemindən x, y sıfırdan böyük olarsa A parametrin qiyməti. Oh, yoruldum uşaqlar. Çoxdan da sınaq işləmirəm. Topla 2x bərabər olsun 4-a çıxılsın 2-yə, x bərabər olsun 2a çıxılsın 1-ə. Bir dəfə də çıx 2y bərabər olsun 2y çıxılsın 4, üstə gəlsin 4-ə, y bərabər olsun y, elə a da ya bu. A üstə gəl 2-yə. Belə. İndi deyir ki, bulan hasili sıfırdan böyükdür. 2a çıx 1. A plus 2 böyükdür 0. Kökün biri A1 bərabərdir 2-dən 1. Buradan 2-dən 1 özünüz tapa bilirsiniz də. 2A bərabərdir 1-ə böl 2, 2-dən 1. A2 bərabərdir mənfi 2. Çəkdim bunu. Belə elədin. Əzbər işləyirsinizsə, əzbər işləyə bilərsiniz. Müsbət, mənfi, müsbət. Əzbər işləmirsinizsə də heç nə. Deməli, qeyd eləmədən yazıram. Buralar boşdur. 2-də 1. Mənfi 2. 2-dən 1. Mənfi sonsuzluqdan 2-yə qədər bir dənə ədəd götürüb qoyursan yerinə, görürsən mənfidirmi, müsbətdirmi? Sonra yazdım, bura müsbətdir. Bunların arasından bir dənə ədəd götürdün, yazdın, qoydun, mənfidir. Buradan da şey elədin. Mən də gördüm bunu. Bunlar boş olacaq, qaralamırsınız içərisini. Qaralamırsınız içərisini, çünki daxil deyil, bərabər verməyib. Ona görə yazası olsam mənfi sonsuzluqdan yazaram mənfi 2-yə, birləşsin 2-dən 1-dən müsbət sonsuzluğa. Sinuslar çox rahat bir şəkildə
Deyir 3, 4, 5 vermişəm. 3, 4, 5'i toplayın da özünüzdə. 3, 4, 5'i toplayanda verir 12k bərabərdir 180, k bərabərdir 15'ə. Sənin hansının qarşısındakını soruşur? Xaricin seçilmiş çevrənin radiusunu tapın. Hə, heç bilmirəm. AC-ni verir, AC-ni verir. A, B, C. Sən indi A-nı tap. A-nı tap. A-nı hansı nisbətdə verib sənə? Yox, A-nı demir. AC-ni deyir, vermişəm sənə. B-ni tap. B-ni verib 4 nisbətində. 4K. 4K bərabərdir 60-a. 60. Gətir sinuslar elə. Sinuslar teoremində bilirik də. A bölünsün sinus alfa. B bölünsün sinus beta. C bölünsün sinus gammaları yazmıram artıq. Bərabərdir 2-yə. Mənə bir dənə 60 lazımdır. Çünki 12-ni veribdir. 12 bölünsün sinus 60 bərabərdir 2-yə. Sinus 60 12 bölünsün kök 3 böl 2 bərabərdir 2-yə. Kök 3 böl 2 çevrilsin, vurulsun məxrəcə 24 bölünsün kök 3 bərabərdir 2-yə. R bərabərdir 12 bölünsün kök 3. 12-dəki belə yazaq da, 12-ni yazaq 4 vurulsun 3 bölünsün kök 3. 3'ü kök 3'ə böləndə kök 3 verir də. Yəni bura 4 kök 3 versin mənə. Belə. 4 kök 3. Bəli. Bu sualı heç sevmədim. Əslində həll yolunu baxan kimi görürsən. Sadəcə yolu o qədər uzundur ki, diqqət səhv eləyirsən. Diqqət səhv eləmişəm, arada 2 saat düzünə baxıram sualı. Ki, səhvim hardadır? Deməli, x1 bərabərdir deyək ki, x2 bərabərdir 2x1, çünki deyir, biri digərinin kimisidir köklərin. Onda belə olacaq. Buradan kökün x kvadratı çıxılsın 5px üstəgəl x üstəgəl 4p'nin kvadratı üstəgəl 2. Buradan mənfi x mötərizanın xaricinə çıxardaq buradan. Ki, b-nin nə olduğunu görək. X-in kvadratı çıxılsın x 5p çıxılsın 1 üstəgəl 4p'nin kvadratı üstəgəl 2. Belə. B-miz 5p minus 1'dir. Mənfi 5p. Mənfi var, mənfini unutmayaq. Minus 1'dir. Ona görə nə edirəm? Deməli, köklərin cəmi 2x1 üstəgəl x1 bərabərdir 5p çıxılsın 1. Hasilidir ki, 2x1 x1 vurulsun x1 bərabərdir 4p'nin kvadratı üstəgəl 2. Belə. Buradan 3x1 bərabərdir 5p çıx 1, 2x1'in kvadratı bərabər 4p'nin kvadratı üstəgəl 2. Bunun hər tərəfini 2'yə bölək, 2'yə bölək. 2'yə böldüm, burada heç nə qalmadı, burada 4 idi, 2'yə böldüm, 2, 2'ni 2'yə 1. Bunu kvadrata yüksəldək, 9x'in x1'in kvadratı bərabər olsun 25p'nin kvadratı çıxılsın x-in asilinin kimisli, yəni 2 vurulsun, 1 vurulsun 5p, 10p. Üstəgəl 1. 9x1'in kvadratı, bir dəqiqə, demədim. Buna da 9'a vuracam ki, 9x1 alma hər tərəfdə x1'lər yetsin. 9'a vursam 9x1'in kvadratı bərabər olar. 9 vurulsun 2p'nin kvadratı 18, bura kvadratdır, unutmayaq. P'nin kvadratı üstəgəl 9. Alt-alta çıxaq. 0 bərabərdir, alt-alta çıxıram. 7p'nin kvadratı çıxılsın 10p, çıxılsın 8. 0 bu yana keçirim, kvadrat tənliyalaq. Diskriminant bərabərdir. B-nin kvadratı mənfi 10'un kvadratı 100 çıxılsın 4 vurulsun A vurulsun S mənfi 8 bərabərdir.
Deməli 4-ü 7-yə 28, 8-i 28-ə 8 vurulsun 20, 160, 220, 324. 324 verir bura. O da bərabərdir. Deməli x1 bərabərdir. Mənfi b. B-miz 10 idi. Mənfi müsbət 10. Mənfi 10 idi. Mənfi müsbət 10 çıxılsın. Kökün altında 324. Kök diskriminant. Kökün altında 324 18-ə bərabər çıxılsın. 18 bölünsün. 2 vurulsun. 7. Bura onsuz da tam deyil. Baxanda görünür. Bizdən tam kök soruşur. P-nin tam qiymətini soruşur. P. X yox. P. P2 bərabərdir. 10 üstəgəl bu dəfə üstəgəl 18. 2 vuru 7 bərabərdir 2. Belə. Yersiz sual idi. Bəyənmədim. Davam edək. Parabolasında parabolanın təpə nöqtəsinin ordinatını tapın. F1-i mənfi 1 verib. Gəl F1-i yerinə qoyaq. F1 bərabərdir. X-in yerinə 1 qoydum. 3 vurulsun. 1-in kvadratı 1 çıxılsın. K üstəgəl 8. Bərabərdir mənfi 1-ə. 3, 8, 11, mənfi K bərabərdir. 3 ilə 8-i bu tərəfə keçəndə mənfi 12, K bərabərdir 12. K bərabərdir 12. İndi tənliyimizi təzdən yazaq. 3x-in fx bərabərdir. K-nı yerinə qoyub yazaq. 3x-in kvadratı üstəgəl 12x üstəgəl neçə? 8-dir. 8. Təpə nöqtəsinin ordinatını tapın. Mənfi b bölünsün 2 ilə tapmaq məsləhət edirəm. O birisi əzbərləmək çətindir. Mənfi b bölünsün 2-nın x-i tapın. Mənfi 12 bölünsün 2 vurulsun 3 bərabərdir mənfi 2-yə. Mənfi 2-ni tapdım. İndi y0-ı soruşur. X0 yox. Y0 bərabərdir. Mənfi 2-nin yerinə qoy 3 vurulsun. Mənfi 2 vur mənfi 2 4. Üstəgəl 12 vur mənfi 2 üstəgəl 8. 20 çıx 4 mənfi 4. Davam edirəm aşağıdakı sualla. Tamam. Sinüs 75, kosinüs 75 bölünsün. Kosinüs, bunun müxtəsər vurma ilə promoy açımı yazım, siz də başa düşün də. Kosinüs kvadratı çıxılsın, sinüs kvadratı 75'ləri unuttum. 75. Kosinüs kvadratı 75, üstəgəl sinüs kvadratı 75. İndi bir dənə fokus edirik. Bura 1 deyirik. Çünki kosinüs kvadratı alfa üstəgəl sinüs kvadratı alfa 1-ə bərabərdir. 1 olanda fərq yaratmadığına görə bir dənə də fokus edib hamısını silirik. İndi buna baxanda mən 2 qat arqument düsturunu görürəm, elə deyil. Onu 2-yə vurub 2-yə böləkmi hər tərəfi? Elə bərabər qoymadan eləyəcəm. 2-yə vuracam, buranı da 2-yə vuracam. Heç nə dəyişməz. Surət məxrəcə eynisinə vurdum. İndi bu sinüs 150-dir. 150-nin düsturudur da o yarım arqumentlə. Bu kosinüsün düsturudur. Yəni yarım arqumentlə 2 kosinüs 150-dir. Bərabərdir. Sinüs 150-də deməli sinüs 150 30 olduğuna görə sinüs 30-a bərabərdir çevirmə düsturuna görə. Ona görə 2-də 1'miş. Kosinüs 150-də eyni şey eləyəcəksiniz, amma qarşısına mənfi atacaqsınız. Yəni kosinüs 150 kosinüs
180 çıxılsın 30-a bərabərdir. Amma kosinus ikinci rübdə mənfidirmi? Bəli. Ona görə mənfi kosinus 30 verir çevirmədə üstünə görə. Kosinus 30, mənfi kosinus 30 verir. Bir dəqiqə. O da ki, kök 3 böl 2-yə bərabər. Kök 3 böl 2. 2 yuxarı qalxır, vurulur buna. Burada da 2 var idi. Bir dənə də mənfi var. Bərabər aldım. 1 bölünsün 2 kök 3 aldım mən. Mənfi 1 bölünsün 2 kök 3. İnşallah diqqət səhv eləməmişəmdir. Çünki cavabı belə xatırlamıram. İndi belə aldım. Başqa şey tapmışdım deyəsən. Amma beynimdə hesablamışdım onda. Məntiq oydu. Diqqət səhv eləmişəmsə. Deməli, burada nə edirsiniz? Birinci vurun atın, sonra da qoşmasına vurun. 2-ni mənfi 1-ə vuranda mənfi 2. 2-ni i-yə vuranda üstə gəl 2i. 3-ü mənfi 1-ə vuranda 3i. Mənfi 3-ini mənfi 1-ə vurdum 3i. Mənfi 3-ini i-yə vuranda çıxılsın 3-inin kvadratı. Oh, yorucudur. 3 üstə gəl 2. Bərabərdir. Davam edirəm. Toplayacam 5-i. Çıxılsın 3, çıxılsın 5. Yox, 5 üstə gəl 1 mi aldım? Hər şey düzələdim. Mənfi 2, 3, 2, bəli. Buradakı 3-dür də, üstə gəl 3-dür. Çünki i-nin kvadratı mənfi 1-dir. Ona görə üstə gəl 1 yazacam. Bura 3, üstə gəl 2i yazıram, bərabərdir. Bir dənə də qoşmasına vuraq, qutaraq bu sınavla. 3 üstə gəl 2i. 3 çıxılsın 2. 5-i üstə gəl 1. 3 çıxılsın 2i. Bərabərdir. Aşağıdakı müxtəsər vurmadır. 3-ün kvadratı 9 çıxılsın 4-inin kvadratı 5 verəcək bizə. Sonra o tərəfə yazarıq. Buranı vurub atacaq 15-i. Vurdum çıx 10-inin kvadratı. i-nin kvadratı bərabərdir. Mənfi 1 olduğuna görə bura 10i-nin kvadratı verdiyi zaman i-nin kvadratını silib bura bir dənə plus ata bilərəm. Üstə gəl 3. Çıx 2. Tamam. Bu dediyim kimi mənfi 1-dir deyə bunu silib bura bir plus ata bilirəm. 13. Belə mi tapmışdım orada? 9 çıxılsın. Belə tapmamışdım. Zasada budur cavab. Deməli 13 çıxılsın 13 i. Üstə gəl 13-i. 15-i çıxılsın 2, 13-i. Burada 13. 1 plus i. Bəli, cavabın belə olması daha məntiqlidir. Bəli, budur cavab. Bu qədər. İnşallah yaxşı yazmışsınızdır.